Hepinizi salamlayıram dostlar. Bugün proqram üzvüm İlker xanımla birlikteyik və İlker xanım çox gözəl nəticəsi var. İstəyirəm ki, öz uğur tarixçəsini sizlərlə paylaşsın. Buyurun İlker xanım. Mən də hər kəsi salamlayıram. Adım İlker Taxtılı, 32 yaşım var. Aygün xanımı ümumiyyətlə əvvəlcə Instagramdan tanıyırdım. Sonradan da bir proqram vasitəsilə tanıdım. Daha sizin proqramlarınıza qoşulmaq qərarı aldım. Təkey cəhətdən, həm sağlıq cəhətdən çox şirniyyata meyilliyim qalmışdı bir müddət ki, notlar çox yeyirdim. Demək olar ümumiyyətlə yemək yemirdim. Axşam belə, axşam yeməyini belə artıq gün ortadan axşama kimi o qədər şirniyyat yeyirdim, ya nəsə atışdırırdım ki, çoxlu. Axşam yeməyini artıq yeyə bilmirdim. Ürəyim də istəmirdi balaca bir şeylər yesəm yeyərdim. Amma artıq çəkim də var idi, bilirdim. Nə qədər çəki vermişsiniz? Çəki 6 kilo çəki vermişəm. Məndə əsas qarın hissə və yan hissələr çox idi, dolu idi. Proqram sayəsində bunu verə bildim. Əslində çəki verməyə əvvəllərdə cəhd eləmişəm. Özüm çalışırdım, bəzən idmana başlayırdım. Sonra bir aylıq, yoxsa 2 aylıq bir proqrama da qoşulmuşdum. Orada da bir müddət getdim, sonra irəliyə bilmədim. Saxladığım müddət davam edə bilmədim. Daha sonra bir dəfə də bir proqrama qoşuldum. Orada da o menyu mənə çox gərginlik verdi. Mənə hər dəfə o menyudakı necə deyim, məhsulları almaq, onu hazırlamaq falan biraz elə bir ərindim onları eləməyə, etmədim. Ona görə o da yarımçıq qaldı. Maksimum bir həftə olduğum içində yoxsa. Həm də idman proqramı çox ağır gəldi mənə. Bir-iki dəfə elədim, sonra eləmədim. Yoruldum, saxladım özümü. Daha sonra bir ara özüm başladım üstündə işləməyə, idman eləməyə, amma aslında onu sağlamlıq üçün başlamışdım eləməyə. Amma ondan da həvəsdən düşürdüm. Bir ay edirdim, sonra eləmədim, qaldı. Sonra da sizi tanıyandan sonra başladıq sizinlə proqrama. Proqrama başlayandan sonra əslində çox şeylər əldə elədim. Qidalanmada, ümumiyyətlə boşqab qaydasını bilmirdim. Necə gəldi, hər zaman özümə də yemək çəkəndə düşünürdüm nə qədər çək. Mən çox yeyən də deyiləm əslində. Qaydaya uyğun, yəni boşqab qaydasını falan, onlar mənim üçün yeni oldu, karbohidratlar, zinallar, bunlarla tanışlıq. Sağlam qidalanma haqqında hər zaman eşidirdim, lakin sağlam qidalanma mənə çətin gəlirdi. Düşünürdüm ki, heç vaxt eləyə bilmərəm də mənə uyğun deyil. Hər zaman yəni, beynimdə elə bir sual olurdu ki, bu sağlam qidalanma ilə. Görürsən, mən də varsa bunu eləyərəm. Amma sizin sayənizdə çox sağ olun ki, bunu elədim, öyrəndim. Hətta özümün də bu sahəyə marağım yarandı. Valideynləriniz də həmçinin başladınız, atanız? Valideynlərim də başladım. Onlar başı nəticədə elədilər. 7 kilo aldılar. Hətta ata bir 10 kiloya yaxın aldı. 88-dən başlamışdı. 76 kilo oldu axırda. 12 kilo oldu. Nə demək istəyirdiniz izləyicilərə? İzləyicilərə demək istəyirdim ki, bu bir sağlam həyat tərzidir. Həqiqətən bu maratona qoşulmaq sadəcə sağlam qidalanma deyil, sağlam həyat tərzinə yiyələnmiş olur insan və bu sayədə özünü insan daha enerjik, daha sanki hər şeyi edə bilər də, hər şeyi çata bilər. Daha güclü, daha özgüvənli. Daha özgüvənli, daha özgüvənli hiss edir. Ən əsası da həqiqətən sağlıq qaydasına düşür. Özündə bir çox dəyişikliklər olur. İnsanlar özü də hiss edir ki, mən özümdə xırda bir çox dəyişikliklər olur. Ən əsası heç gözləmədiyim halda ayağımda ağrı olurdu. Hər dənizə girəndə suya girə bilmirdim. Orada bir yıxılmışdım. Oradan nəsə tanışmışdınız. Heç kəs də mənə inanmırdı əslində, amma o ağrı bu proqramdan sonra keçirəm. Yayda mən suya girəndə qorxa-qorxa ayağımı qoyurdum. Amma gördüm ki, ağrı yoxdur. Onun yönə. Eyvallah. Xoşuma gəldi. Sizi təbrik edirəm. Aldığınız nəticə ilə bağlı və uğur arzulayıram. Bu arada İlker xanım özü də bazı qidam məşqçisi olmağa keçənə qərar verib və işi öyrənir və artıq öz ətrafına, öz yaxın çevrəsinə xoşluq fayda verməyə. Hamısı sizin sayənizdə. Çox təşəkkür edirəm. Birlikdə daha çox insanların həyatına daha çox edəcək.